Bu videomda 8-ci sinif dərsliyindən bir neçə məsələ nümunələrinə baxacağıq. Belə ki, 22-ci məsələyə baxaq. Elşən idmanın avar çəkmə növü ilə məşğul olur. O avarlı qayıqla 15 kilometr çayın axını ilə uşaqlar yazaraq qeydlərimizi götürmək lazım. Oxuyanda qeydlərimizi də götürməliyik. Bax, burada deyir ki, 15 kilometr çayın axını ilə yazacağım, axını ilə 15 kilometr. Yəni S bərabərdir 15 kilometr. Qeydlərimizi götürək. Və göldə gedərək. Uşaqlar, göldə gedirsə, göldə çayın sürəti yoxdur da, durğundur su. Düzdür, sakitdir su. Və əgər göldə gedirsə, deməli bunun öz sürətidir. Göldə gedirsə bunun öz sürəti olur. Buradan da qeydlərimizi götürək. Yazaq bura göldə. Göldə artıq burada 2 saat sərf edib burada. Nə qədər gedib? S bərabərdir 4 kilometr gedib. Çayın axının sürəti yazacağım. V çay bərabərdir 2. Qayığın durğun sürətdəki sürətini tapın. Yəni qayığın durğun sürətdəki sürəti, yəni öz sürətini istəyir, V-kını istəyir. İndi gəlin bunu necə həll edə bilərik? Bütün yola deyir 2 saat sərf edir. Birinci halla ikinci hala 2 saat sərf edib. Düzdür? Birinci halda S-i böləcəyik burada. Axın istiqamətində nə edirdik sürətləri? Toplayırdıq. V-kı üstə gəlsin V-çı. Düzdürmü? Sonra ikinci halda isə nə qədər sərf edib? Nə qədər zaman var burada? 4. Göldə 4 kilometr sərf olunub. Və 4-ü də böləcək VK terə. Bərabər olmalıdır burada 2. İndi gəlin burada S birinci halda da S 15'dir. Birbaşa yerinə yazmaq olar burada. Dəqiqə. Aha, burada da yerinə birbaşa 15 yazaq. Daha sonra bizim nə verib bizə? Bizə V-çı da verib. Onu da yazmaq olur. Yəni birbaşa yazaq aşağıda. 2 üstə gəlsin V-kı. Üstə gəlsin 4 bölünsün V-kı. Bərabərdir 2. V-kıya 1 T deyək, tənli kimi həll edək. Deməli, olacaq 15 bölünsün 2 üstə gəlsin T. Bölünsün 4 bölünsün T bərabərdir 2-yə. Orta məxrəc bunların hasılı olacaq. 2 vurulsun 2 püdüz T. Aşağıdan yazaq. Deməli, olacaq bizdə orta məxrəc. T vurulsun 2 püdüz T. Çarpaz vururam. Bura düşür T dəfə. Bura düşür 2 plus T dəfə. Olacaq 15 T. Üstə gəlinsin 8 plus 4 T. Bərabərdir 2-yə. O da olacaq 19 T plus 8-ə. Bölünsün T kvadratı plus 2 T'yə. O da bərabərdir 2. Bura 1 yaza bilərik. Çarpaz vuraq. Olacaq 19 T plus 8 bərabərdir T kvadratı plus 2'ye vurmadıq. 2'ye də vuraq. Deməli 2 T kvadratı plus 4 T'yə. 2 T kvadratı plus 4 T. Bunları keçirdəcəyik bu tərəfə. İşarə də nə olacaq? Əksinə dəyişəcək. Müsbət olduğu üçün mənfi olacaq. 2 T kvadratı minus 4 T'dən 19 T'yə çıxanda 15 T minus 8 bərabərdir 0-a. Kvadrat tənliyini alacaq. İndi gəlin bunu da həll eləyək. Deməli, diskriminant bərabərdir. 15'in kvadratı 225. Bu minus 4 vurulsun. Burada mənfiyə görə plus olacaq artıq. Deməli, 2 vurulsun 8. O da bərabərdir. 225 plus 8 və 8'im 64. 289. Ondan da 17'nin kvadratı çıxır. Kvadrat tənliyimiz də budur. T1 bərabərdir. Mənfi B, yəni 15. Bölünsün, üstə gəlsin 17. Bölünsün 2A. Yəni 2 dəfə 2 4. Düstur artıq bilirik. 12 1 yadda 32. Bu da bizdə verir 8. Deməli biz T'yə də axı burada əvəzlənmişdik. Yəni bizdə də VK-nındır. VK-nı tapmışıq əslində. VK bərabərdir T. O da bərabərdir 8. Yəni cavab burada biz 8 aldıq. Aha. Geri dönüş edib videoya baxıb təkrar baxa bilərsiniz. Yəni çətin bir şey yoxdur. Təsəvvürünüzə gətirirsiniz və eyni istiqamətdə olanda katerlə toplanır, geri dönüş olanda çıxılır və yaxud da ki göldə olanda göldə axı çayın sürəti yoxdur.
Yəni sürət yoxdur da. Ona görə katerin öz sürəti hesablanır, nəzərə alınır bu qədər. 23. Turist motorlu qayıqla 25 kilometr çay yuxarı getmiş və çay aşağı salla hərəkət etmişdir. Turist qayıqla sala nisbətən yolda 10 saat az olmuşdur. Qayığın durğun sudakı sürəti 12 km bölünsün saat olarsa çayın axma sürətini tapın. Gəlin bir də oxuyaq, qeydlərimizi götürək. Turist motorlu qayıqla 25 kilometr çay yuxarı getmiş. Yuxarı getmiş 22 kilometr və çay aşağı salla hərəkət etmişdir. Uşaqlar, burada sal sözü sal əslində taxta parçasıdır. Salın sürəti yoxdur. Salda sürəti yoxdur. Sal deyəndə taxta parçası nəzərdə tutulur. İndi bura fikir vermək lazımdır. Deyir ki, çay aşağı salla hərəkət etmişdir. Çaydan belə hərəkət edirsə aşağı. Düzdürmü? Sal hərəkət edirsə, deməli çay üzü aşağıdır. Bayaq getdiyimiz isə deməli çayın əksinə imiş. Çünki ikinci halda deyir ki, çay aşağı salla hərəkət edir. Və bura qalxanda isə əksinə olurmuş. Axına qarşı imiş sən demə. Və deməli çayın sürəti olsun. VC bərabərdir. VC qalsın elə sürəti özündə. Çayın axma sürətini soruşur. Hə. VC-ni biz axtarırıq. Bu belə. Axına qarşı gedəndə nə olacaq? Onda bizə 12 minus VC olacaq. Çünki çıxılır. 12 də bizdə suda sürəti. Qayığın durğun sudakı sürəti. Uşaqlar, qayığın durğun sudakı sürəti deməli vekaterdir də bu, elə 12-dir. Onda yuxarı gedəndə, bunu pozaq təzdən bu hissəsini səliqəli yazaq. Aha, üzü yuxarı getmə, üzü aşağı gedəndə oldu çay. Yuxarı gedən halda da nə olurdu? Çıxılırdı. Deməli burada olacaq 12 minus VC. Düzdür? Sonra indi gəlin ifadəmizi quraq. Burada da deyir ki, turist qayıqla sala nisbətən yolda 10 saat az olmuşdur. Birinci halda qayıqdır. Onda nə olacaq bizdə? 25-i böləcək. Zamana görə. Zaman nəyə bərabər düsturda? S-in V-yə nisbəti. 25-i böləcək biz burada X-a. Yəni VC-yə. Sonra buradan çıxacaq 25-i böləcək 12 minus X-a. Bu da bərabərdir 10. Deyir 10 saat az olmuşdur. Yəni bu hissə birinci hal, yəni çıxan variant halında bu hissədən 10 saat az olmuşdur. Bunu qurandan sonra başlayırıq həll eləməyə. İndi bunu orta məxrəc gətirmək olar. Məsəl üçün, KSG olanda ya test olanda hər hansı bir variantları yerinə yazıb yoxlaya da bilərsiniz. Amma olmasa çarpaz vurma metodundan istifadə edəcək. Bura yazacaq 12 minus X, bura yazacaq X. Deməli, buradan da çarpaz vuraq hesablayaq. 25 vuraq 12-yə. 2 dəfə 5-im 10, 1 yadda 5, 5, 2, 300. Deməli 300. Pozaq. Yerimiz böyüsün. Aha. Deməli 300 minus 25x minus 25x. Yəni bu mənfini nəzərə aldım. Bərabərdir 10-a. Yuxarının sürəti sadələşdirək. 300 minus 50x. Bərabərdir. Burada 10 yazıram. Burada yazıram 12x minus x kvadrat. Çarpaz vuraq. 120x minus 10x kvadratı bərabərdir 300 minus 50x. Hər hamısını keçirdirəm bir tərəfə. Deməli olacaq 10x kvadratı. Bunları bu tərəfə atıram ki, müsbətə keçsin. Minus 120x plus 300 minus 50x bərabərdir 0-a. Deməli 10x kvadratı bu edir 180. Yox, 300-dən yox, o birisindən götürməliyəm. Dəqiqə. Baxın, bundan bunu sadələşdirəcəm. 2 mənfi olanda da toplayıb qarşısına mənfi yazırdıq. Düzdür? Ona görə olacaq 170x üstə gəlsin 300 bərabərdir 0-a. Hər tərəfin 10-luğa görə ixtisar edə bilirəm, belə apara bilirəm. Olacaq x kvadratı minus 17x plus 30 bərabərdir 0-a. İndi bunu üstəsiz viyetlə də yaza bilərsiniz. Kvadrat tənli və yaxud da diskriminantla da getmək olar. 15 ilə 2 görəm. 15-i 2-yə vuranda 30 edir. Toplayanda da müsbət 17 edir. Amma yazılıb mənfi 17. Tam doğru gəlir. Deməli, kökümün biri 15-dir.
Deyəcək kökümdə 2-dir. İndi bu mənfi olanda deyirdik ki, mənfini götürmək. Bəs axı ikisi də müsbətdir. Baxaq görək şərtlərə. Məsələn, bax burada surət mənfi ola bilməz. Gətirib mən bura 15-i yazsam, burada 15-i yazsam mənfi olacaq. Ona görə də nə etmək lazımdır? Mənfini 15-i götürməmək lazımdır. Cavab 2 olacaq burada. 2. Daha sonra 24-ə baxaq. Eyni vaxtda körpüdən axın istiqamətinə kater və sal yola düşdü. Kater 30 km getdikdən sonra geri döndü və 21 km gedərək salla rastlaşdı. Çayın axın sürəti 3 km/saat olarsa, katerin durğun suda sürətini tapın. Deməli, bunu bir də oxuyaq, yazaq. Deməli, neçənci sualdır bu? 24-cü. Eyni vaxtda, deməli, vaxtlar eyni vaxtda başlayıblar. Körpüdən axın istiqamətində kater və sal yola düşür. Axın istiqamətində. Tutaq ki, çay belə axsın. Buradan kater gəlir. Buradan da sal. Yazaq ki, qarışmasın. Çayın üstündə gedirlər də, amma ümumidə belə çaydır. Üstündə gedirlər. Saldır bu. Say yox, saldır. Saldır. Taxta parçası. Eyni vaxtda körpüdən axın kater və sal yola düşdü. Kater 30 km getdikdən sonra geri dönür. Çay gedir. Amma bu gəlib. 30 km gedib, geri dönür. Tutaq ki, 30 km getdir birinci halda. Buraya qədər gəlib. Və başlayır geri dönməyə. Geri də bu yandan yazaq. Geri döndü və 21 km yenə gedib. Bu yaşılla yazdım, qoy kater olsun, necə qarışdırılmasın. Düzdür. Və gedərək salla rastlaşdı. Sal da bu rəngdə yazım, rahat olsun. Sal da gəlib burada rastlaşdılar, tutaq ki. 21 arada olsun, 21 budur da el uzunluq. Tutaq ki, burada 21 qutarır, sal da bunu gəlib. İndi diqqətlə baxaq. Belə gəlmək 30-dursa, belə qayıtmaq 21-dirsə, bu sala nə qədər düşəcək? 30-dan 21-i çıxacam, eləyəcək 9. Deməli, ümumiyyətcə bu sal 9 km gedib. Sal da 9 km gedib. Düzdür. Görək, nə deyir sonra? Çayın axma sürətin. Çayın axma sürətini verib. V-çı bərabərdir 3. Katerin durğun sürətəki sürətin. Yəni, və katerin elə özün soruşur sürətini. İndi və rastlaşırlar. Eyni vaxtda çıxırlar, eyni vaxtda rastlaşırlar. Burada nələr bərabərdir? Əlbəttə ki, zamanlar bərabərdir. Biz hər ikisinin gördüyü işini zamana görə bərabərləşdirəcəyik. Gəlin yazaq. Gəlin əvvəlcə katerin gördüyü işləri yazaq. Kater nə iş görüb? Kater 30 km. Deməli, əgər çay belə axırsa, diqqətlə baxaq, çay belə axırsa, o da belə gedirsə, birinci halda nə olacaq sürətlər? Toplanacaq. Amma qaydanda isə V-kı çıxılsın V-çı olacaq. Çayın əksinə gedib uşaqlar. Onda əvvəlcə katerin gördüyü işlərə baxaq. 30-u böləcəm, V-kı üstə gəlsin V-çı. Hələn bitməyib. Yolun yarısını belə gedib. Sonra qayıdıb yenə yol gedib. Zamanı bitmir də elə. Bunların zamanlarını bərabərləşdirəcəm. V-kı çıxılsın V-çı. Yəni bunun gördüyü iş hansı ki o zamanda kater nə iş görüb? Kater də 9 km gedib V-çıya, çayın sürətinə. Və bu formada yazacaq. İndi gəlin verilənləri yerinə yazaq. 30 bölünsün. Dediyim kimi, amma hər hansı bir rəqəm olsa birbaşa. V-kıya bir dənə x deyirəm, burada axtarıram. X üstə gəlsin, V-çı 3-dür bizdə burada. Variantlarda həmişə yerinə yazıb yoxlamaq olar, daha tez tapmaq istəyirsə. Yəni, belə kvadrat tənli həmişə bu məsələlərdə biraz iri olur. 9 bölünsün 3. İndi sadələşdirək. 30 bölünsün. Yəni, yerinə yazıb qiymətləri yoxlamaq olur əslində. Bu da bizə 3 verir. Hər tərəfin belə 3-ə ixtisar eləsəm. Deməli, 10 bölünsün x plus 3 bərabər yox. Üstə gəlinsin. 21 3-ə bölsəm 7 bölünsün x minus 3 bərabərdir 1-ə. Bunu da çarpaz vurursam, olacaq x kvadratı minus 9. Buranı vuracam x minus 3-ə. Buranı vuracam x plus 3-ə. Və çarpaz vursam 10x minus 30 da gəlsin. 7x minus, yox, plus 21. Bərabərdir 1.
Düz yazdıq. Hə. İndi sadələşdirək sürəti. Burada 10x-dan 7x bizə nə verəcək? 17x və -30-dan -21 -3 verər. Çarpaz vıraq yenə. X kvadratı -9 bərabərdir 17x -3. Hamısını keçirdək sola. -3 -3 olacaq. Yenə sadələşdirsək. -9 -3 -6 bərabərdir 0-a. Deməli, görə burada səhv yazmadıq nəysə. X kvadratı -9. Diskriminant bərabərdir. Diskriminant çıxmasa bir də baxarıq. Yəqin hesab səhv eləmişik. 4 dəfə 6 yox çıxmayacaq deyəsən ona. Bir də baxaq yuxarı. Bura qədər yazdıq, düzdür. Çarpaz vursaq. Buradan aha, düzdür. 17 minus bu 9'dur uşaqlar. -30, 30'dan 21 çıxsam 9 edim. Düzəldək. 9 eləyir. Aha, buradan x kvadrat 17x minus 9. İndi ikisində də -9 -9 olduğu atırıq, bunları gedir. Daha sonra nə edirik? Biraz da sadələşdirək. X kvadratı keçid və bu tərəfə 17x bərabərdir 0. Hər tərəfdən x-i kənara çıxardaq. X minus 17 bərabərdir 0. Hasil nə zaman 0 olur? Vuruqları ayrı-ayrılıqda 0-a bərabərdir. X bərabərdir 0. X2 bərabərdir 17. Bizdə x bizdə uşaqlar şərtdə. Surətdir, surət. Surət 0 ola bilməz. Düzdür? Yəni burada gedib deyirdi özdə. Ona görə də cavab olacaq 17. Digər nümunələrdə bu nümunələrə baxıb yaza bilərsiniz. Sağ olun.